Bismillahirrahmanirrahim. Elhamdülillah ala nimeti tevhid. Ve salatu ve selamu ala eşrefi alel meb'usi rahmeten lil alemin. Ve ala alihi ve ashabihi ve men tebiyehum bi ihsanin ila yevmiddin. Amma ba'd. Möhtərəm müsəlmanlar, ilk öncə siz salamlayıram. Esselamu aleykum və rahmetullahi və bərəkatuh. Amma sonra bugünkü dərsimiz yenə də rafizilərə rəddiyə silsiləsindən olacaqdır və biz Cavidə olan rəddiyəmizin davam etdiririk. Və bəllidir ki, biz keçən dərslərimizdə bu barədə 3 dərs götürdük və Cavidin Əhl-i-Sünnə vəl-Cəmaa alimlərinə necə iftira atdığı və onların sözlərini nə cür ustalıqla təhrif etdiyi və qarşısındakı cəmaatı, həmçinin başqalarını nə cür aldatdığının misallarını qeyd etdik. Və keçən dərsimizdə 3-cü rəddiyyədə biz İmam Əl-Bəğavinin və İmam Əl-Tabərinin təfsirlərində olan rəvayətləri incələdik, götürdük və orada olan həmin rəvayətləri və Cavidin İbn Teymiyyənin sözlərini təhrif edib elə təqdim etməsi barədə ki, güya ki, həmin təfsirlərdə güya İbn Teymiyyə edib ki, həmin təfsirlərdə Əl-Məydə surəsi 55-ci ayənin Həzrət Əli ibn Əbi Talib radiyallahu anhu barədə nazil olması barədə rəvayətlər yoxdur. Lakin İbn Teymiyyənin sözü və ya sözləri bunu ifadə etmir. Necə ki, biz bunu keçən dərslərimizdə şərh etdik. İbn Teymiyyənin sözü onu ifadə edir ki, yəni bu təfsirlərdə İbn Mutahhir Əl-Hullinin istidlal etdiyi, Əli ibn Əbi Talibin və onun evladlarının imaməti üçün istidlal etdiyi Əs-Sa'ləbinin təfsirində olan Əbu Zərin rəvayəti ki, hansı ki ziyadə ilə rəvayət edilmişdir, həmin ziyadəli rəvayət, əlavəli rəvayət İmam Əl-Bəğavi və Ət-Tabərinin təfsirlərində və qeyrilərinin təfsirlərində yoxdur. İbn Teymiyyənin sözü bunu ifadə edir ki, və İbn Teymiyyənin sözündən də belə nəticə çıxarmaq olar ki, yəni bu təfsirlərdə olan rəvayətlər ilə, yəni İmam Əl-Bəğavi, İmam Ət-Tabəri və qeyrilərinin təfsirlərində olan bu barədə olan rəvayətlər ilə Əli ibn Əbi Talib və onun evladlarının imaməti üçün bu ayənin və bu ayənin hansı səbəbdən nazil olması, yəni Əli barədə nazil olması barədə olan rəvayətlər imamət üçün yetərli deyildir və ya imamət üçün istidlal edilə bilməz. Ona görə də Şeyxülislam İbn Teymiyyə onu başa salmağa çalışır ki, bəs İmam Ət-Tabəri, İmam Əl-Bəğavi, İbn Əbi Hatim və s. kimi böyük təfsirçilər ola İbn Mutahhir Əl-Hulli nədən gedib Əs-Sa'ləbi, bilə-bilə ki, Sa'ləbinin məqamı Əhl-i-Sünnə vəl-Cəmaanın nəzdində o qədər də mötəbər deyildir, o qədər də yüksək deyildir. Nədən Ət-Tabərinin, İbn Əbi Hatimin, Əl-Bəğavinin və qeyrilərinin təfsirlərində olan rəvayətlər ilə istidlal etmir, lakin Əs-Sa'ləbinin rəvayəti ilə istidlal edir ki, bu da əsla və əsla yol verilməzdir. Çünki Əs-Sa'ləbinin rəvayəti mövdudur, uydurmadır. Necə ki, İbn Teymiyyə bunu bəyan etmişdir Minhəcəs-Sünnə kitabında. Və dediyimiz kimi, keçən dərsimizdə İmam Əl-Bəğavi və Ət-Tabərinin kitabında olan rəvayətləri götürdük ki, indi mövzumuzu qaldığımız yerdən davam etdirəcəyik və indi görək Cavid
nə deyir? İbn-i Əbi Hatim də belə öz təfsirində bu yalana yol verməyib. Çox təəssüflər olsun ki, İbn-i Əbi Hatim də öz təfsirində həmən bu hədisi qeyd edir. Deməli, Təfsir Quran-ül-Azim 1-ci cild, müəllif İmam Hafiz Əbdurrahman ibn Muhammed ibn İdris-i-Razi İbn Əbi Hatim. İbn Əbi Hatim kimi məşhurdur. Özü də dünən yaşamayıb həmən bu adam. 327-ci ildə öldü. Hicrətin indi 1433. Yəni dünənin təfsiri deyil. İbn Teymiyyənin heç babası dünyaya gəlməmişdir. 726-da, 27-də İbn Teymiyyə dünyasında yaşır. Amma bu şəxsin vəfat tarixi 328-dir. Görürüz o vaxtı nə deyirlər? Deməli, səhifə 1162, hədisin nömrəsi 6547, 6548, 6549, 6551. 4 hədis gətirir ki, bu ayə nazil olub kimin haqqında? Həzrəti Əlinin haqqında. İbn Teymiyyə deyir ki, İbn-i Əbi Hatim min əhlil ilmil kibar, əhli təfsir, təfsir əhlidir və böyük ilm əhlidir. Öz kitabında bu yalana yer ayırmıyor. Amma təəssüflər olsun ki, bu ağada həqiqəti gizlətmir. İndi ardına gəlirik. Buyurur ki, Bax belə. Birincisi onu qeyd etməliyəm ki, Cavid Şeyxülislam İbn Teymiyyənin, Allah ona rəhmət etsin, ölüm tarixini deyərkən xəta edir. Şeyxülislam İbn Teymiyyə rahimehullah hicrətin 728-ci ilində vəfat edib. Amma sonra yenə də həm Şeyxülislam İbn Teymiyyə iftira atır, həmçinin İbn Əbi Hatimin təfsirində olan rəvayətlərin təfsilatını qeyd etmir. Lakin biz bu məsələyə təfsilatına girəcəyik və baxacaq görək, burada qeyd olunanlar Həzrət Əli ibn Əbi Talibin və onun evladlarının imaməti üçün istidlal edilə bilərmi, yoxsa edilə bilməz? Təfsirçi İbn Əbi Hatim rahimehullah, İbn Əbi Hatim təfsirinin 4-cü cildi 1162-ci səhifəsində bu barədə 4 rəvayət gətirir. Lakin bu 4 rəvayətdən hamısı Həzrəti Əlinin haqqında nazil olmasını ifadə etmir. Və bu səbəbdən bu rəvayətlərin təfsilatına müraciət etsək, indi özümüz görəcəyik ki, bu 4 rəvayətin hamısı Əli ibn Əbi Talib, bu ayənin Əli ibn Əbi Talib barədə nazil olmasını ifadə etmir. Birinci rəvayət 6547 saylı rəvayətdir ki, İbn Əbi Hatim demişdir ki, həddəsənə Əbu Said əl-Əşəcc, həddəsənəl Muharibi, ən Əbdilməlik İbni Əbi Süleyman, qalə, səəltu Əbə Cəfər Muhammed ibn Əli əl-Baqir, ən qavlihi, İnnəmə vəliyyukumullah və rəsuluhu vəllədinə əmənu, qultu, nazalət fi Əli, qalə, Əliyyum minəllədinə əmənu. İbn Əbi Hatim təfsirində 4-cü cild 1162-ci səhifədə 6547 saylı birinci rəvayətində demişdir ki, bizə rəvayət etdi Əbu Said əl-Əşəcc, o da demişdir ki, bizə rəvayət etdi Əl-Muharibi, Əbdülməlik İbni Əbi Süleymandan, demişdir ki, sual etdim Əbu Cəfər Muhammed ibn Əli Əl-Baqirə, şiyələrin, rafizilərin 5-ci imamı Muhammed Əl-Baqirə sual etdim ki,
uca Allahın sizin himayədarınız yalnız Allah və onun rəsulu və mömin iman edənlərdir ayəsi barədə soruşdum. Yəni Əl-Məidə surəsi 55-ci ayə barədə dedim ki, bəs bu ayənin Əli barədə, Əli haqqında nazil olmuşdurmu? Yəni bunun üzərinə Əbu Cəfər Muhammed bin Əli Əl-Baqir dedi ki, bəs Əli də iman etmiş kəslərdəndir. Əli də, yəni Əli ibn Əbi Talib də radiyallahu anhu iman etmiş kəslərdəndir. Görüldüyü kimi, bu rəvayətdə ümumən möminlər barədə nazil olduğunu və Əlinin xüsusiyyəti barədə nazil olmadığını Şiyələrin öz imamı Əbu Cəfər Muhammed bin Əli Əl-Baqir açıq aydın bir ləfzlə qeyd etmişdir və bu rəvayətin Əlinin və onun evladlarının imaməti üçün istidlal edilməsi mümkün deyildir və imamət mövzusu ilə yaxından və uzaqdan heç bir əlaqəsi yoxdur. İkinci rəvayət 6548 sayılı rəvayətdir. Rəvayətdə deyilir ki, Həddəsənəl Həsən ibn Ərəfə, Həddəsənə Umər ibn Abdurrahman Əbu Hafs Ənis-Suddi قوله إنما وليكم الله والرسوله والذين آمنوا قال هم المؤمنون وعلي منهم. İbn Əbi Hatim təfsirində 6548 sayılı ikinci rəvayətində qeyd edərək demişdir ki, bizə rəvayət etdi Əl-Həsən ibn Ərəfə. O da dedi ki, bizə rəvayət etmişdir Ömər ibn Abdurrahman Əbu Hafs Əs-Süddidən uca Allahın sizin himayədarınız yalnız Allah və onun rəsulu və iman edənlərdir, möminlərdir ayəsini Əl-Məidə surəsi 55-ci ayəni təfsiri barədə demişdir ki, bəs onlar möminlərdir və Əli də onlardandır. Əs-Süddi demişdir ki, onlar möminlərdir və Əli də onlardandır, yəni möminlərdəndir. Görüldüyü kimi bu rəvayətdə də Əlinin imaməti və evladlarının imaməti barədə heç bir istidlal etmək üçün heç bir dəlil yoxdur və ola da bilməz. Çünki hər iki rəvayət, həm Muhammed Əl-Baqirin birinci rəvayəti və Əs-Süddinin ikinci rəvayəti də bu ayənin ümumən möminlər barədə nazil olduğunu və Əlinin də möminlərdən olduğu qeyd edilmişdir və Əlinin xüsusiyyəti barədə və ya xas olaraq Əli barədə nazil olmamasını ifadə edir ki, bu iki rəvayət onu ifadə edir ki, həmin ayə xüsusi olaraq Əli barədə nazil olmamışdır və bunu istər Əlinin fəziləti üçün xas olaraq və ya Əlinin və evladlarının imaməti üçün istidlal edilməsi mümkün deyildir, caiz deyildir və səhih də deyildir. Bundan sonra İbn Əbi Hatim rahiməhullah üçüncü rəvayəti gətirir. 6549 sayılı rəvayətdə demişdir ki, Həddəsənə Rabi ibn Süleyman Əl-Muradi, Həddəsənə Əyyub ibn Suveyd, Ən Uqbə ibn Əbi Hakim, fi qavlihi innəmə veliyyukumullah və rasuluhu vəllezine əmənu, qalə Əli ibn Əbi Talib. İbn Əbi Hatim, Allah ona rəhmət etsin, 6549 sayılı üçüncü rəvayətdə demişdir ki,
bizə rəvayət etdi Ər-Rabi ibn Süleyman Əl-Muradi. O da demişdir ki, bizə rəvayət etdi Əyyub ibn Süveyd, Uqbə ibn Əbi Həkimdən. Burada bir xəta getmişdir, yəni və ya bəzi təfsirçilərin gətirdiyi rəvayətə görə Uqbə deyilir, lakin bu əslində Uqbə yox, Utbədir. Utbə ibn Əbi Həkimdir. Uca Allahın sizin himayədarınız yalnız Allah və onun Rəsulu və iman edənlərdir ayəsini təfsir barədə demişdir ki, Əl-Məidə surəsi 55-ci ayə demişdir ki, Əli ibn Əbi Talib, yəni bu ayə Əli ibn Əbi Talib barədə nazil olmuşdur. Utbə ibn Əbi Hakimin də kim olması barədə biz keçən dərsimizdə İmam Ət-Təbərinin təfsirində olan rəvayətləri incələyərkən bu məsələyə toxunduq və dedi ki, bəzi rical alimləri, yəni Uqbə ibn Əbi Hakimi zəifləmişlər, zəif olduğunu demişlər. Necə ki, deyilmişdir ki, Utbə ibn Əbi Hakim Əl-Həmədani, Sümmə Şa'bani, Əbul Abbas Əl-Urduni, Da'afahu ibn Məyin və kənə Əhməd yuvəhhinəhu qalilən və zəkərəhu ibn Hibban fi siqat mutarcan fil təhzib və qalən nəsəyi leysə bil qavi və qalən mərra uxra dayif. Utbə ibn Əbi Hakim Əl-Həmədani, sonra Şabani, Əbul Abbas Əl-Urduni, İbn Məyin onu zəifləmişdir və İmam Əhməd onun barədə demişdir ki, az sayda vəhən etmişdir, yəni xətalar etmişdir, qarışdırmalar etmişdir. İbn Hibban onu Əs-Siqat kitabında qeyd etmişdir və onun tərcüməyi halı İbn Həcər Əsqalaninin Təhzib-ü Təhzib kitabında qeyd edilmişdir. Həmçinin Ən-Nəsai onun barədə bir dəfə leysə bi qavih, yəni güclü deyildir. Başqa bir dəfə isə zəifdir demişdir. Görüldüyü kimi bu rəvayətdə də zəif vəsf edilən bir ravi vardır və bu da onu ifadə edir ki, birincisi bu rəvayət zəifdir və ikincisi də ümumiyyətlə bu ayə, yəni bu rəvayətdə bu ayənin mücərrəd olaraq Əli ibn Əbi Talib barədə nazil olması qeyd edilir. Lakin rukuda üzüyünü sədəqə verməsi qeyd edilmir. Necə ki, İmam Ət-Təbərinin təfsirində olan rəvayəti qeyd edərkən toxunarkən biz bunu qeyd etmişdik. Və bu da təbii ki, dediyimiz kimi bu rəvayət də Həzrəti Əlinin, Əli ibn Əbi Talibin və onun evladlarının imaməti üçün, istidlal etmək üçün yaramır və ya bu cür istidlal etmək caiz deyildir. Çünki imamət bu barədə və ya Əlinin və evladlarının imaməti barədə bu rəvayətdə heç bir dəlil yoxdur. Ayənin yalnız Əli ibn Əbi Talib barədə nazil olması onun imaməti üçün yetərli deyildir. Əsla və əsla kəsinliklə istidlal edilməsi də səhih deyildir. Bundan sonra İbn Əbi Hatim təfsirində 4-cü rəvayəti gətirir. 6551 sayılı rəvayəti ki, rəvayətdə deyilir ki, Həddəsənə Əbu Səid Əl-Əşəc, Həddəsənə Fadıl İbni Dukeyn, Əbu Nueym Əl-Əhvəl, Həddəsənə Musa İbni Qeys Əl-Xadrami, Ən Sələmə İbni Kuheyl, qalə Təsaddəqə Aliyyun bi xatəmihi və huvər-rakiyun, فنزلت إنما وليكم الله والرسوله والذين آمنوا الذين يقيمون الصلاة ويؤتون الزكاة وهم راكعون. İmam İbn Əbi Hatim
Əl-Meydə surəsi 55-ci ayənin təfsiri barədə gətirdiyi 4-cü rəvayətdə ki, hansı ki 6551 saylı rəvayətdir, demişdir ki, bizə rəvayət etdi Əbu Səid Əl-Əşəc, o da demişdir ki, bizə rəvayət etdi Əl-Fadl ibn Dukeyn Əbi Nueym Əl-Əhval, o da demişdir ki, bizə rəvayət etdi Musa ibn Qeys Əl-Hadrami, o da demişdir, rəvayət etmişdir Sələmə ibn Kuheyldən, o da demişdir ki, bəs Əli ibn Əbi Talib ruku halında, rukuda olarkən üzüyünü sədəqə verdi və uca Allahın sizin himayədarınız yalnız Allah və onun rəsulu və iman edən kəslərdir ki, hansılar ki, onlar Allaha boyun əyərək namaz qılar və zəkat verərlər. Bu rəvayət də görüldüyü kimi rəvayətdə mücərrəd olaraq ayənin ruku halında üzüyünü sədəqə verən Əli barədə nazil olması qeyd edilmişdir ki, bu ayə də və bu rəvayət də ümumən Əli ibn Əbi Talibin və evladlarının imaməti üçün istidlal edilə bilməz, lakin fəziləti üçün, yəni Əli ibn Əbi Talibin tək Əli ibn Əbi Talibin fəziləti üçün istifadə edilə bilər. Və bu rəvayətə də biz rəddiyələrdən birinci dərsimizdə Hafiz İbn Kəsirin Əl-Bidayə və Nihayə kitabında qeyd etdiyi iki rəvayətdə, hansı ki, həmin rəvayəti Hafiz İbn Əsakir rəvayət etmişdi, qeyd etmişdi ki, bu rəvayət zəifdir və zəifliyinin səbəbini də qeyd etmişdi və mən indi həmin sözləri yenidən təkrar edəcəyim ki, məsələ aydın olsun. Deməli, Sələmə ibn Kuheyldən rəvayət edilən bu rəvayət barədə alimlər demişlər ki, və həzə hədisun daif əydən fəfihi illətəni, bu hədis həmçinin zəifdir. Bu hədisdə iki illə, iki qüsur vardır. Əl-ulə halu Musa ibn Qeys Əl-Hadrami fəqad nəqalə Zəhəbi fil-Mizan Anil Uqayli ennehu qala fihi minel gulat fi'r-rafdi və naqala qavluhu aydan qad rava ahadisa radiyyə bawatil və ma'lumun fi ilmil hadis in men kana hazel halihi la yuqbal hadisahu fi fədail Ali radiyallahu anhu. Demişlər ki, bu hədis zəifdir və onun iki illəsi, qüsuru vardır. Birinci qüsur budur ki, Musa ibn Qeys Əl-Hadraminin halıdır ki, onun barədə İmam Əz-Zəhəbi Mizanul İtidal kitabında Əl-Uqaylidən nəql etmişdir ki, bəs demişdir ki, o rafizlikdə, rafizlərin qulatlarındandır. Və həmçinin ondan nəql edilmişdir, həmçinin ki, demişdir ki, o yəni rədd edilmiş olan, batil olan çoxlu sayda rəvayətlər rəvayət etmişdir. Və hədis elmindən məlumdur ki, bu halda yəni bir bidətçinin yəni öz bidətlərinə dəvət etmək üçün gətirdiyi rəvayətlər, yəni başqa yollarla o rəvayətlərin səhihliyi isbat edilmədiyi müddətcə, yəni şahidləri olmadığı müddətcə bidətçinin öz bidətini, öz məzhəbini, öz yolunu müdafiə etmək üçün rəvayət etdiyi rəvayətlər məqbul sayılmaz. Və məqbul sayılmır, yəni qəbul edilməzdir. Və bu səbəbdən də deməli Musa ibn Qeys Əl-Hadraminin rəvayət etdiyi rəvayət
məqbul deyildir və çox zəifdir və ya zəifdir, ən aşağısı, və ya ən yuxarı mərtəbəsi deyək ki, onun deməli hökmü, bu rəvayətin hökmü zəifdir. Və həmçinin sonra demişlər ki, bəs və illətul uxra və ikinci illəsi vardır bu rəvayətin ki, hiyə əl-irsalu min Səlamə ibn Kuheyl. İkinci rəvayət deməli illəsi, qüsuru bundan ibarətdir ki, bu da Səlamə ibn Kuheylin mürsəl olaraq bu rəvayəti rəvayət etməsidir. Yəni Səlamə ibn Kuheyl bu rəvayəti mürsəl olaraq rəvayət etmişdir. Yəni bu hadisə baş verərkən olmamışdır. Çünki Səlamə ibn Kuheyl 4-cü təbəqədəndir. Tabiinlərin orta yaşlı olanlarının təbəqəsindəndir və bu hadisə baş verərkən onu görməmişdir və bu səbəbdən də rəvayət mürsəldir və zəifdir. Bundan sonra deyilir ki, bəs və qad zəkərə rivayət İbn Kəsir fil bidayə və nihayə və qalə rahiməhullah və həzələ yasuh bi vəşhin min vücuh ədəfu əsənidəhu. Həmçinin bu rəvayəti İbn Kəsir, Hafiz İbn Kəsir Əl-Bidayə və Nihayə kitabında zikr etmişdir, qeyd etmişdir və Allah ona rəhmət etsin, demişdir ki, bu rəvayət üzlərdən heç bir üzdən səhih deyildir, isnadların ən zəifidir. Bu barədə olan, yəni bu rəvayətlərin, yəni bu ayənin Həzrət Əli ibn Əbi Talib barədə rəvayət olunmuş rəvayətlərin arasında olan, yəni isnadların ən zəifidir. Həmçinin bir şeyi də qeyd edim ki, İbn Əbi Hatimin təfsirinin Əl-Məktəbətü Şamilə kitabxanasında bəllidir ki, 2 nüsxəsi vardır. Bu nüsxələrdən biri təhqiq olunmuş nüsxədir, o birisi isə, ikincisi isə təxric olunmuş nüsxədir. Bu səbəbdən təhqiq olunmuş nüsxədən ki, hansı ki, Nizar Mustafa Əlbaz kitabxanasında da, nəşriyyatında nəşr edilmişdir 1419-cu hicri il 3-cü çapında. Həmin rəvayətləri qeyd etdikdən sonra haşiyəsində kitabın deyilir ki, Qalə İbn Kəsir İnnə həzil ayət kulluha nazalat fi Ubadə ibn Samit radiyallahu anhu hinə təbərra'a min hiləfi yəhud və radiya bi vilayətilləhi və rasulihi vəl-mü'minin. فَكُلِّ مَنْ رَضِيَ بِوِلَايَةِ اللّٰهِ وَرَسُولِهِ وَالْمُؤْمِنِينَ فَهُوَ مُفْلِحٌ فِي الدُّنْيَا وَالْآخِرَةِ. İbn Kəsir demişdir ki, bu ayələrin, yəni burada qəsd olunan ayələrdən, yəni cəm olaraq qeyd olunmasından məqsəd, yəni Əl-Məidə surəsi 51-ci ayədən 56-cı ayəyə qədər olan ayələr qəsd edilir. Yəni 51-ci ayədən 56-cı ayəyə qədər olan ayələr qəsd olunur ki, bu ayələrin hamısı Ubadə ibn Samit, Allah ondan razı olsun, onun haqqında nazil olmuşdur. Nə zaman ki, Yahudilərin and içməsindən bəri olduğunu, uzaq olması zamanı Allahın və Rəsulunun və möminlərin himayədarına, yəni onun himayədarının yalnız Allah və Rəsulu və möminlər olduğunu qeyd etdiyi zaman nazil olmuşdur. Və bundan sonra İbn Kəsir sözünə davam edəkdir ki, hər bir kəs hansı ki, Allahın və Rəsulunun və möminlərin himayədarlığından razı olmuş olar, o, dünyada da, axirətdə də fələhə çatmışlardan
onlar fələhə çatmış olar. Hafiz İbn Kəsir bu sözləri təfsirində Təfsirul Quran-ül Əzim kitabında 3-cü cild 139-cu səhifədə qeyd etmişdir. Görüldüyü kimi Cavidin gətirdiyi İbn Əbi Hatimin təfsirində olan rəvayətlərdən ki, 4 rəvayətdir, heç biri nə Əlinin fəziləti barədə, nə də Əlinin və evladlarının imaməti barədə istidlal etmək üçün hüccət deyildir. Çünki bu rəvayətlərdən ikisi, biri Muhammed Əl-Baqirin, biri də Əs-Süddinin rəvayətləri bu ayənin ümumən möminlər barədə nazil olduğunu və xüsusən Əli barədə nazil olmadığını açıq-aydın qeyd etmişlər bu rəvayətlərdə. Və 3-cü rəvayətdə ki, hansı ki, bu ayənin Əli İbn Əbi Talib barədə nazil olması barədə deyilir ki, o rəvayət də zəifdir. Və 4-cü rəvayət də yenə də həmin rəvayət də zəifdir. Çünki həmin rəvayətin də 2 qüsuru vardır ki, necə ki, biz bunları yuxarıda qeyd etdik. Beləliklə, Cavidin gətirdiyi, gördüyümüz kimi dəlillər İbn Əbi Hatimin təfsirindən batildir və ümumiyyətlə nə Əli ibn Əbi Talibin fəziləti barədə, nə də Əli ibn Əbi Talibin radiyallahu anhu və evladlarının imaməti barədə istidlal edilə bilməz. Cavid Şeyxülislam İbn Teymiyyəyə iftira atır, onu yalan danışmaqda, yalan yazmaqda suçluyur. Lakin yalancı onun özüdür. Necə ki, biz bu keçdiyimiz dərslərdə artıq bunun neçənci örnəyini gördük ki, Cavid İbn Kəsir və İbn Teymiyyəni yalancı olmaqda ittiham etməsinə baxmayaraq, onların sözlərini düzgün başa düşmür və ya təqiyyə edərək yanlış təqdim edir və cəmaatı azdırır və aldadır və zəlalətə sürükləyir. Bundan sonra Cavid Cəlaluddin Suyutinin təfsirində, Durrul Mənsur adlı təfsirində olan rəvayətlərə keçir ki, bunun şərhi biraz uzun olduğu üçün biz bu dərsi biraz müxtəsər etmək zorundayıq. Çünki əgər biz İmam Əs-Suyutinin kitabında olan məsələlərə keçsək, bu dərsimiz həddən artıq böyüyəcək, uzun olacaq və biz də bunun belə olmasını istəmirik. Və bu səbəbdən də bu dərsimizi müxtəsər olaraq yalnız İbn Əbi Hatimin təfsirində olan rəvayətləri qeyd etməklə və onlara açıqlıq gətirməklə, aydınlıq gətirməklə kifayətlənirəm inşallah. Və sonda uca Rəbbimiz Allaha həmd səna edirəm və Peyğəmbərimiz Muhammed sallallahu əleyhi və səlləmə, onun əhl-i beytinə, bütün sahabələrinə və gözəl biçimdə onların yoluna qiyamətə qədər tabi olanların üzərinə Allahın salavatı və salamı olsun. Esselamu aleykum və rəhmətullahi və bərəkatuh.